Mən niyə son zəngə əvvəl xeyir-dua verdim, sonra əziz valideynlərə, ata-analara müraciət edirəm. Axı bizim dünənki son zəng tədbirlərində nə millilik, nə dinilik görünmədi. Milliliyimizə də bir qılınc çəkildi, diniliyimizə də, müsəlman kimi də. Dünən 11-ci sinifi bitirən şagirdləri, qız balalarımız, mini yubkada, İspan rəqsi, xarici rəqslər heç başa düşmədiyi dildə eləyirlər. Məcburdur ki, məktəbi qutaran cəmaatın uşağını oynadasan mini yubkada. Məcburmudur ki, 11-ci sinif qız uşaqları ilə oğlan uşaqların əl-ələ tutur məktəbin həyətində rəqs elətdirəsən, oğlanın qucağında qız körpü vəziyyəti ala rəqs eləyə. Bu hökməndirmi? Bu olmasa məktəbi qurtarmaq olmurmu? Ay ataları, ay anaları, ay qız anaları, ay qız ataları. Hökməndir ki, qızı qoşasan cavan oğlana, göndərəsən o meşələrə, gəzsinlər gün axşamacan, gecə saat 1-də 2-də. Keçən illər atalar övladların çox istəməkdən maşınların verirdilər, bala gedin, son zəcdə maşınla gəzin. Bu il çox sevindim ki, atalar o məsuliyyətsizliyi eləmədilər. Yəni, maşınların vermədilər, neçə dənə cavan balalar canların itirdi son zəngdə maşınlarla. Bu il onu eləmədilər. Onda can gedirdi. Ay o qız anası, sabah o qızıy gələcəyin anasıdır, ərə vermək istəmirsən. Bəs ərə verəndə bugün müasir dövrdür, çəkiliş dövrüdür. Şəkillər Facebookda, Instagramda, TikTokda hamısı var qızın oğlanla əllə tutub çıxması, rəqs eləməyi. Sabah hansı oğlan alacaq o qızı? Niyə qızın həyatını korlayırsan? Onsuz da bugün zamanımızda cavanlar çatıb 30-35 yaşa evlənə bilmirlər. Niyə? Bəs qədər də qız var, əlhamdülillah, evlənməyə. Amma deyirlər, ailə qurmağı qız. Ailə dəyərlərimiz dəyərdən düşdü, gözdən düşdü. Axı bu nə millilik var burada, nə dinilik. Bu günləri bu cəhətdən yalvarıram valideynlərə. İstəyirsiniz övladlarınız bu fitnilərdən amanda qalsın, evinizdən, həyatınızdan dini sıxışdırıb çıxartmaqla nail ola bilməyəcəksiniz. Din gətirin, siz müsəlmansınız, dini gətirin, övladlarınızı dindar eləyin, molla olmasın, müəllim olsun, həkim olsun, mühəndis olsun, amma dininə əməl eləyən bir mütəxəssis olsun. Din onu belə əxlaqsızlıqlardan qoruyacaq.